Hansı qan qrupları bir-biri ilə evlənə bilməz? Mən sizə ulduz falı və yaxud da hər hansı bir mif hekayə danışmayacağam. Harvard Universitetində və eyni zamanda bir çox elmi araşdırmaların nəticəsini sizə təqdim edəcəm. Araşdırmalar göstərir ki, əgər qadında RH mənfidirsə, yəni mənfi qan qrupuna aiddirsə, kişidə müsbətdirsə, gələcəkdə doğulan uşaqlarda problem yarana bilər. Hansı problemlər yaranır? Xüsusilə ciddi şəkildə qan azlığı, sarılıq və düşmə riski ola bilir. Əgər qadında mənfidirsə, kişidə müsbətdirsə, qadının bədəni yaranmış dölü yad cisim kimi qəbul edir və həmin yad cisimə qarşı antikorlar bədən ifraz eləməyə başlayır. Necə ki, bizim bədənimizə bakteriya və viruslar düşür və bədən antikorlar istehsal edir onun üçün. Eyni zamanda da həmin o dölü yad cisim kimi qəbul eləyərək həmin yad cisimə qarşı da antikorlar yaradır və bu da qan azlığına, sarılığa və düşməyə səbəb ola bilir. İndi bəziləriniz deyəcəksiniz ki, bu cütlüklər bir-birini sevirsə neynəsinlər, evlənməsinlərmi? Təbii ki, evlənə bilərlər, amma hamiləlik nəzarət altında keçməlidir. İlk hamiləlikdə ciddi problemlər yaşanmaya bilir, amma sonraki hamiləliklərdə dediyimiz bu fəsadlar baş verə bilir əksər hallarda. Ona görə də həkim nəzarətində olmaqla hamiləliyi davam etdirə bilərlər. Çünki buna qarşı artıq tibbdə iynə var və həkim nəzarəti altında ayda bir və yaxud da bir neçə dəfə həmin iynələrdən vurmaqla həkim dölün normal inkişaf etməsinə, eyni zamanda uşağın normal şəkildə doğulmasına və gələcəkdə qan azlığı yaşamamasına təkan verirlər, dəstək olurlar. Ona görə də qadında mənfi, kişidə müsbətdirsə, mütləq hamiləliyi həkim nəzarətində aparmağınız tövsiyə olunur.